necə dəyərləndirirsiniz? O qədər də çox mövqe bildirilməyib hakimiyyət tərəfindən açıqcası. Yəni dediyimiz o iki başsağlığı addımıdır. Biri telegramla, biri səfirliyi ziyarətlə. Bir də Xaricilər Nazirliyinin bəyanatı olub və deyəsən iki açıqlaması olub bu istiqamətdə. Başqa elə bir mövqe bildirilməyibdir. Yəni bunlar protokol baxımından bəlkə də normal, mümkün addımlar sayıla bilər. İstənilən halda söhbət Azərbaycanın qonşusundan gedir, qonşu dövlətdən gedir və qonşu dövlətlər arasında münasibətlərin də öz müəyyən üsulları var, münasibətlər sistemi var. Nəzərə alınmalıdır. Amma hər halda biz inanmaq istərdik ki, Azərbaycan hakimiyyətinin mövqeyi yalnız deyilənlərdən ibarət deyil. Deyilməyəndə çoxlu addımlar olmalıdır, təhlillər olmalıdır, qərar variantlar olmalıdır, müxtəlif variantlara hazır olmalıdır dövlətimiz, ilk növbədə hakimiyyət. Çünki vəziyyət çox mürəkkəbdir və Azərbaycanın qonşuluğunda müasir dövrün ən böyük müharibə hadisələrindən biri baş verir. Əgər o Rusiya 4 ili tamam olan Rusiya-Ukrayna savaşı olmasaydı, deyə bilərdik ki, dövrümüzün ən böyük müharibə hadisəsi baş verir. Amma müddətinə görə olmasa da, mahiyyətinə görə oxşar və miqyasına görə yəni oxşar bir hadisədir. Və təbii ki, Azərbaycan dövləti bütün variantlara hazır olmalıdır. Bu cəhətdən mən ümid edirəm ki, yenə deyirəm, hakimiyyətin mövqeyi sadəcə bizim eşitdiklərimizdən ibarət deyil. Çünki Azərbaycan dövlət rəhbəri də dəfələrlə bildirib ki, mən təkcə Azərbaycanın deyil, mən təkcə Azərbaycan Respublikasının deyil, bütün Azərbaycanlı soydaşlarımızın prezidentiyəm, 50 milyonluq. Belə bir ifadələr olub da zamanında. Və dəfələrlə deyilib ki, dövlət başçısı deyib, müxtəlif dövlət məmurları deyiblər ki, dünyada yaşayan bütün soydaşlarımız Azərbaycan Respublikasının himayəsindədir, müdafiəsindədir. Yəni, bu baxımdan təbii ki, dövlət daha aydın bir şəkildə də mövqeyini ortaya qoya bilərdi, hesab edirəm ki, və Azərbaycan hakimiyyəti məsələnin dinç yolla həllinə, diplomatik danışıqlar yoluna həllinə hazır olduğunu, tərəfdar olduğunu bəyan etməklə yanaşı, məncə soydaşlarımızın həyat və təhlükəsizliyindən də narahatçılığını, bu məsələnin bizim üçün, Azərbaycan xalqı üçün çox həssas bir məsələ olduğunu bəyan etməlidir. Mən hər halda belə fikirləşirəm. Və bir sıra başqa addımlar da atılmalıdır. Gərəkərsə bu istiqamətdə söhbət davam etdirərək. Yəni, hansı addımlar Müsavat Partiyası nə təklif edir? Yəni, biz bu günlərdə Müsavat Partiyasının divanında bu məsələni ətraflı müzakirə etdik, bu müharibə məsələsini və mövqeyimizi bəyan etdik. Əsasən 5 istiqamətdə bizim fikirlərimiz bildirildi. Birincisi, biz bölgədə sülhün, əmin-amanlığın mövcudluğunda maraqlı olduğumuzu önə çəkdik. İkincisi, bütün problemlərin danışıq yolu ilə, diplomatik danışıqlarla həllinə üstünlük verdiyimizi bəyan etdik. Beynəlxalq hüquqa uyğun həllinə tərəfdar olduğumuzu bəyan etdik. Üçüncüsü, bildirdik ki, biz İranda mövcud diktaturanın başqa bir diktatura ilə əvəzlənməsinə mənfi baxırıq və bizcə İran vətəndaşlarına imkan yaradılmalıdır ki, onlar öz gələcəklərini müəyyənləşdirə bilsinlər, öz qərarlarını verə bilsinlər, azad cəmiyyət və demokratik inkişaf istiqamətində imkanlar yaradılsın İran vətəndaşlarına. Bu məsələni üçüncü olaraq bu istiqamətdə mövqeyimizi bildirdik. Dördüncü istiqamət kimi xüsusi qeyd elədik ki, bir qədər əvvəl dediyim kimi, İranda yaşayan 10 milyonlarla soydaşımız bizim üçün həddindən artıq önəmlidir və biz onların taleyinə, onların təhlükəsizliyinə, onların hüquqlarına laqeyd qala bilmərik. Bu məsələ bizim üçün prinsipial məsələdir. Və beşincisi də Azərbaycan hakimiyyətinə və Türkiyə hakimiyyətinə müraciət etdik ki, bu məsələlərdə daha çox təşəbbüs göstərmək və milli maraqlara uyğun gərəkən addımlar atmağa hazır olmaq zəruridir.
Bunu biz bildirmişik. İndi biz başa düşürük. Diplomatiyanın öz qaydaları var, protokol məsələsi var. Nəyi nə cür, nə vaxt deməyin müəyyən fərqli cəhətləri var. Ancaq hər halda hesab edirik ki, daha çox fəallıq ola bilər. Və burada bir neçə məsələyə diqqət yetirilməlidir. Əvvəla, hər halda Müsavat Partiyası olaraq biz istərdik ki, bu məsələlərdə Azərbaycan hakimiyyəti ilə Türkiyə hakimiyyəti paralel hərəkət etsinlər, birlikdə hərəkət etsinlər. Və mən əminəm ki, müəyyən məsləhətləşmələr aparılır və təkcə Azərbaycan, Türkiyə arasında yox. Türk Dövlətləri Təşkilatı var, müəyyən digər münasibətlərdə olduğumuz dövlətlər var. Onların hamısı ilə inanmaq istərdik ki, məsləhətləşmələr aparılır, ölçülür, biçilir mümkün addımlar və bu intensivləşməlidir. Eyni zamanda son günlərdə bəzi məlumatlar bizim əvvəlki narahatlığımızı daha da artırdı ki, yəni biz bilirdik ki, Amerika Birləşmiş Ştatları da, İsrail də İrandakı hədəflərinə baxmayaraq, ora quru qoşunlarını yeritmək, orada torpaqdan deyərlər, savaş aparma fikrində deyirlər. Onların əsas fikri uçaqlarla, dronlarla, raket silahları ilə zərbələr vurub İran rejimini güzəştə getməyə, geri çəkilməyə, yaxud hətta dəyişməyə nail olmaqdır. Amma deyilirdi və son günlərdə isə açıq deyildi ki, ola bilər ki, İraq ərazisindəki, bəzi başqa ərazilərdəki Kürd hərbi birləşmələrindən bu müharibədə istifadə olunacaq. Bu, məncə, Azərbaycan hakimiyyəti üçün də, Türkiyə hakimiyyəti üçün də bir qırmızı xəttin keçirilməsi kimi qiymətləndirilməlidir. Bu, açıq deyilməlidir və bu belə olacaqsa, Azərbaycan və Türkiyənin bu məsələyə laqeyd qalmayacağı bugündən bəyan edilməlidir ki, sabah da gərəkən addımlar atılanda bu heç kim üçün sürpriz olmasın, heç kim deməsin ki, bəs bunu bizə deməmişdiniz. Yəni, bu tipli məsələlər var və bu məsələlər təkcə mənim dediklərimin ibarət deyil, demədiyimizdə. Amma bildiyimiz və mən əminəm ki, hakimiyyətin də, Türkiyə hakimiyyətinin də bildiyi məqamlar var. Yəni, təbii ki, hakimiyyətlərin informasiyası hər zaman müxalifətin informasiyasından daha çox olur, daha çox mənbədən əldə edilir. O baxımdan əminik ki, bizim düşündüklərimizi də onlar da düşünürlər. Düşünməyə bilməzlər. Düşünməmiş olsalar, bu artıq çox böyük məsuliyyətsizlik kimi qiymətləndirilə bilər. Təşəkkür edirəm Musa bəy. Bu, elə bizim verilişin səhifəsi də bundan